Salam mənim əzizlərim, hər vaxtınız xeyir olsun. Bugün 2026-cı ilin yanvarın ilk həftəsinin bürcləri haqqında sizə məlumat vermək istəyirəm. Paylaşımları bəyənməyi, səhifəyə abunə olmağı unutmayın. Yanvar ayı üçün tərəzi bürcləri. Ümid edirəm ki, tərəzi bürcləri də öz əməllərinə görə xeyir xəbərləri eşidəcəklər. Hər bir bürc öz əməlinə görə Allahdan müjdəsini alacaq. İstər xeyirxah insanlar, istər şeytani əməllə məşğul olanlar. Allah hər şeyi şahid olan Allahımız hər kəsi öz içinə, fikirlərinə görə müjdəsini verəcək. Əziz tərəzi bürcləri, yanvar ayı üçün sizə çox böyük bir müjdəm var. Sizi sevindirəcəm. İlkin həftənin sonuna qədər çətinliyiniz, narahatçılığınız olacaq və bu çətinlik, narahatçılıq nədəndir? Sizdə magiya gücləndirilməsindəndir. Magiyası olan insanlar təmizliyinizi edirsiniz və təmizliyinizdə ən güclü, çox güclü bir dərəcədə qoruyucu qoysaz həmən tutacaq. Çünki karma üzərinizdədir. Ay nurunu üzərinizə salıb planetinizin və sizin ünsürünüzün sizin üzərinizə salıb. Heç nədən narahat olmayın. İş adamlarından çoxdan müqavilə bağlaya bilməyən tərəzi bürcləri sevinəcəksiniz. Çoxdan gözlədiyiniz müqavilənin müsbət cavabını alacaqsınız. Və bir neçə il nişanlı kalan insanlar gözlənilmədən toy haqqında danışıqlarınız olacaq, küslüləriniz barışacaq, intihar dərəcəsinə gəlib çatmış tərəzi bürcləri yadınızdan çıxartmayın. 2026-nın ən güclü karması üzərinizdədir və siz üçün uğur, siz üçün xoşbəxtlik, gülüş, səadətim hər birinizin üzərindədir. Uzun zamandan xəstəlikdən əziyyət çəkən insanlar sevinəcəksiniz, xəstəliyinizdən müsbət cavab alacaqsınız. Uzun yoldan gəlmək istəyənlər, gələ bilməyənlər və yaxud da uzun yolu getmək istəyənlər, istər istirahətinə, istər iş görüşməsinə getmək istəyən insanlar, iş arxasınca getmək istəyən insanlar uğurunuzdur və bu uğurlu günlərdir siz üçün həmişə üzünüzü gülər edəcək. Ayın 1-i, 11-i, 21-i düşərsizdir. Ayın 8-i, 5-i, 18-i, 15-i, 28-i, 25-i düşərsiz günlərinizdir. Ayın 7-si, 17-si, 27-si ən düşəri günlərinizdir. Ondan qalan günlərinizdə düşəridir həmçinin. Dostlar, mən bir şey demək istəyirəm. Yadınızda saxlayın. Hər bir bürc altında olan insanların öz əməlinə görə Rəbbim müjdəliyir. Bu hər birimizə aiddir. Hər bir bürc altında doğulanlara. Mən özüm də hansısa bir bürc altında doğulmuşam və hər hansısa bir xeyirxah işimə görə və yaxud da ki, bəd bir işimə görə Allah Taala onun əvəzini verir. Fikirləşməyin. Məndə bu ay yaxşı olmadı. Anya xanım demişdi, yaxşı olacaq. Niyə? Demək ki, nə səhv etdiyinizi və ya kiməsə hər hansısa pis bir iş etdiyinizi düşünün və onun müjdəsini aldığınızı düşünün. Hər bir bürc altında doğulan insanlara Rəbbimin nurunun üzərində olmağını arzu edirəm. Amin. Var ay üçün əqrəb bürcləri, ümid edirəm Allahın izni ilə Allah nurunu əqrəb bürclərində üzərinə salacaq və sevindirəcək. Hər bir bürc altında doğulanlara Allah Taala öz nurunu yaxşı niyyətində olanların üzərinə salsın. Pis niyyətində olanları da Allah öz məsləhətinə şükür, həyat bumerangdır və Rəbbim heç nəyi unutmur. Hər bir şeyin şahidi olan Rəbbim hər bir insanı öz əməllərinə görə öz müjdəsini və cəzasını verir. İnşallah ümid edirəm əqrəb bürcləri üçün də uğurlu, gözəl günlərindən olacaq. Amin. Əziz əqrəb bürcləri, yanvar ayının ilk həftəsinin yarısına qədər siz də bəzi hallarda
uğursuzluqlarınız olduğunu nəzərə alın və bu uğursuzluqların nə ilə əlaqədar olduğunu da bilməyinizi istəyirəm. Paxıllıqlarınızı, riski kimlərsə sancmaqlarınızı, kininizi unudun. Allah'tan dua edin ki, sizi için uğurlu olsun. Çünkü sizi sevindirmək istəyirəm. Yanvar ayının ilk həftəsinin yarısından çox böyük uğurlarınız var. Çok büyük şanslarınız var. Uğur ayağınızdadır, şans ayağınızdadır. Ve bu şansları kaçırmayın. Bazı əqrəb bürcləri var ki, niyyətlərində varlı bir qadınla evlənmək və yaxud da varlı bir oğlanla evlənmək, ailə sahibi olmaq, sevindirici xəbərim var ki, tanışlığınız olacaq və bu sizin şansınız olacaq. O şansı əlinizdən buraxmayın. Çalışın, heç kimə paxıllığım eləməyin. Köhnə kin-küdurətinizi unutun. Çünkü bu sizi için xeyir gətirməyəcək. Çünkü Allah'ın sizin bəzi insanlara karşı niyetlerinin hoş olmasında hansısa verdiği bir balaca bir hediye bilmirəm və yaxud da nəzir niyazım deyirik, onu verdiğini bilmirəm və buna görə də Allah'ın karmasında sizə nur ışığı var. Allah sizin günahlarınızdan keçdi, sizə şanslar yarattı. Bu şanslardan uğurla istifadə eləyin. Yeganə ayın 4'ü, 14'ü, 24'ü ehtiyatlı olun. Bu günler size düşərsizdir. Bəzi iş adamları işlərindən uzaqlaşa bilər. Bəzi pullu insanlar pullarına iflas eləyə bilər və o günlərində ehtiyatlı olun. Çünki sizin gözlənilmədən riski sancmaq istədiyiniz insanlar, qəlbində kin-küdurət gəzdirdiyiniz insanlar, sizin əhatənizdə olanlar var ki, onlar da sizə kin-küdurət eləyir və onlar da sizi sancmaq istəyəcəklər. Buna görə də iflasa gedəcəksiniz. İşi olmayanlar işdən sevinəcəksiniz. Evlad müjdələriniz, ailə müjdələriniz olacaq. Allah Taala ən gözəl günlərdən, sevincli günlərdən hər bir bürc altında doğulanlara nəsib etsin. Amin. Yanvar ayı için oxatan bürcləri ümid edirəm Allah'ın izniyle inşallah öz nurunu, ruzu bərəkətini, xeyrini, sağlamlığını oxatanların da üzərində parladacaq. Baxmayaraq hər bir bürc altında doğulan insanlarla beraber oxatan bürclərində də kim ki xainlik edir, kim ki paxıllığını edir, kim ki şeytani əmələ gedir, hər bir şeyə sahib olan, qadir olan Allah'ımız, şahid olan Allah'ımız hər kəsi öz əməlinə görə müjdələyəcək. İstər yaxşı niyyətində olanlara, istər pis niyyətində olan hər bir insanı öz müjdəsi ilə müjdələyəcək. İnşallah oxatan müjdələrinə də uğurlu və gözəl gələcək. Maşallahı olsun. Əziz oxatanlar, ruzunuz bol, bərəkətiniz güclü olsun. Baxmayaraq, bəzi oxatanlarda indi karmaya görə həyat dəyişkənliyində paxıllıqlarım olur, amma 99% balıq bürcləri ilə bərabər oxatan bürclərimdə kin-küdurət o qədər də olmur. Bəzi oxatan qadınlarda bu kinlər olur ki, kinini bağışlaya bilmir, unuda bilmir və əvəzini verir. Çalışın, kininizi saxlayın. Çünki əhatənizdə sizə salam verib, bugün salam verib, sabah tanımayaraktan adınızı, ana adınızı öğrenen insanlar siz için cadu şeytani əmələ qaçırlar. Çünki nifrətləri oxatanların fəallığına, oxatanların gözəlliyinə, oxatanların iş qabiliyyətinə, talantına və vergilərinə, Allahı tərəfdən olan vergilərinə paxıllıq edən insanları ağır bir cəza gözləyir. Onların üçün öz etdikləri bu ayda heç bir oxatana mart ayına qədər, əziz dostlar, hər bir bürc altında doğulanları xəbərdar edirəm. Baxın, mart ayına qədər oxatan və xərçəng bürcləri, buğa bürclərinə edilən caduların hər biri öz ayaqlarına qaydacaq. Çünki Allah Taala mələklərini onu oxatan xərçəng və buğa bürcləri, bir də üzr istəyirəm, oğlaq bürclərinə edən xəyanətimi, şeytani əməllərini həyatda
ən pis arzularını Allah Taala öz üzərlərinə qaytaracaq. Çünki Mart ayına qədər ən böyük mələkləri ilə Rəbbim qoruyucu mələklərindən bu bürclər altında doğulanları öz qanadlarına almışdı və o xatan bürcləri hər gününüz uğurlu olsun, ruzu bərəkətiniz bol olsun, əlinizdə olan pullarınızda müğayyət olun. Gələn həftə Allahın izni ilə bütün bürclərin illik paylaşımını edəcəm inşallah və uğurlu hansı bürclər olacaq 2026-cı ildə, hansı bürclər nə etməlidirlər ki uğurları olsun, hansı bürclər nə etməməlidirlər, bunları sizlə paylaşacağım. İnşallah cümlətanı bütün bürc altında doğulan, yaxşı niyyətində, gözəl insanlar olan, Allahla bərabər qəlbləri olan insanlara buğa, xərçəng və oxatan kimi həyat, ay arzulayıram. Amin.